Herkese selam dostlar. Bugün gelmişik iPhone 17 Pro Max'ın qiymətlərinə baxmağa Rusiyadan Novosibirskdə. Hazır sizə ilə gəlin göstəreyim sizə qiymətləri. Başqa hansı telefonların qiymətini bilmək istəyirsinizsə, yəni bu duranın qiyməti ilə onları da gələn videoda çəkərəm sizlər üçün. Gəlin baxaq bir-bir. Bəli, burada gördüyünüz iPhone 17 256 GB, hamısı qiyməti aşağıda var. Yəni şey rəngi olmadığına görə digər ağ, qara, yaşıl və göy rənglərin qiyməti aşağıda gördüyünüz kimi də, yəni 1776 manat və 1756 manat arasıdır. Burada gördüyünüz iPhone 17 Pro 256 GB, göy rəngim 2725 manat, iPhone 17 Pro 256 GB orange, yəni turuncu rəngi 2725 manat, iPhone 16 Pro Max 256 GB-ın qiyməti isə cəmi 2624 manatdır. Və nəhayət gəldik iPhone 17 Pro Max-ın qiymətlərinə. iPhone 17 Pro Max 256 GB turuncu rəngi 2867 manat, iPhone 17 Pro Max 256 GB göy rəngi 2988 manat və burada gördüyünüz iPhone 16 256 GB bütün rənglərin qiyməti aşağıda qeyd olunub. Yəni rəngə görə qiymətlər fərqlidir. Burada ise dostlar Apple'ın iPad'ləri qiymətləri var. Gəlin bunlara da baxaq. Bu arada Azərbaycanda olan qiymətləri də yəni kommentlərdə yazarsınız. Görək yəni harda ucuz, harda bahalıdır. Gəlin baxaq. Burada ise dostlar iPad 11 və iPad Air 11'in qiymətlərini görürsünüz. iPad 11'in qiyməti 706 manat və iPad Air 11'in qiyməti isə 1514 manatdır. Samsung telefonların qiymətlərini göstərmək istəyirəm sizə. Galaxy Z Flip 7'nin qiyməti 2150 manat, Galaxy Z Flip 7 F-nin qiyməti isə 1433 manatdır. Galaxy S25 Ultra'nın qiyməti 2766 manat, Galaxy S25 F-nin qiyməti 1211 manatdır. Bu arada hər birinizin Ramazan bayramını təbrik edirəm, həm də Novruz bayramınızı təbrik edirəm dostlar. Bu da Novosibirsk şəhəridir, gördüyünüz kimi. Bəli, çox möhtəşəm bayram ab-havası var. Hər tərəfdə tonqallar qalanır, hər tərəfdə səməni, nə bilim şəkər bura, paxlava pişirilir. Artıq burada da insanlar qonşulara bir-bir gedərək papaq atırlar. Yəni çox möhtəşəm ab-hava yaşanır. Novruz əhval qrupiyyəsi var burada. Mən çox şadam ki, bizim Novruz adət-ənənələrimiz burada gəlib çatır. Çox möhtəşəmdir. Bəli, qarın üstündə ocaq qalayacaq birazdan. Dostlar, qarın qalınlığını görürsünüz. Görünə boyda qalınlıqda qar yağıb bura. Azərbaycanda olmayan tramvaylar. Həqiqətən bu tərzdə videoların gəlməyini istəyirsinizsə, yəni buradakı qiymətləri bilmək istəyirsinizsə, Azərbaycandakı qiymətlərlə belə qiyaslayaq, fərqləndirək. Videomu bəyənərsiniz, yorum yazarsınız. Gördüyünüz kimi Novosibirsk belə vəziyyətədir. Tam bayram havası var. Hər kəs papaq atır, hər kəs çöldən belə şəkər bura qoğalı gəlir. Çox möhtəşəmdir. Nasıl bulmuşsunuz qala məni? Bir de dostlar size bir şey diyeyim ki, məsəl üçün Rusiyadan telefon alıb Azərbaycana gətirəndə bilirsiniz ki, yəni qeydiyyat eləmək lazımdır. Gömrükdə onun rüsumunu verməlisən. Amma burada belə bir şey yoxdur. Azərbaycandan aldığın telefonu, yəni Kontakomdan gelip səməsin tərsi telefon alırsan, gəlirsən Rusiyada, yəni gömrüksüz falan işlətmək olur. Çox asan bir şəkildə nömrə taxırsan və telefonunu işləməyə başlayır. Super bir şeydir həqiqətən də. Və bu arada burada ən çox sevdiyim şeylərdən biri də bu internet paketlərinin olmağıdır ki, hansı ki 6 manata, yəni limitsiz gigabayt, yəni internet verirsə, istədiyin qədər danışıq, istədiyin qədər internetdən istifadə edirsən. YouTube'a belə baxanda, yəni təsəvvürlə internet çıxmır da, yəni limitsizdir və cəmi 600 rubl, 600-400 rubl ödürsən ayda. İşçi qutardı getdi. Ay nə bilim, Azərbaycanda kimi o Bakseldə yaxda nədə ona da Azərseldə paketlər var, 10 manata, 12 manata 6 GB, 7 GB verirlər, amma bilirsən 2 gündən sonra qutarır yəni internet. O da yəni sömürürlər. Amma burada belə bir şey yoxdur. Çox şükürlər olsun ki, yəni internet limitsizdir. Sizlər düşünürsünüz yəni 17 Pro Max-la bağlı. 17 Pro Max-ın qiyməti burada ucuzdur yoxsa Azərbaycanda mı ucuzdur? Nə düşünürsünüzsə yəni yorumlara yazarsınız mütləq şəkildə. Danışaq. Girdim gölün içinə bildiyin. Neyse qardaş, ayağım bütün soğuk oldu. Sağlıq olsun. Hər şey sizin üçün. Oymyakonda qar yağmışdı. Oymyakon diyor saraydı. Evin başına kimi qarlar var idi. Burada da demə var ki, elə həmin şey. Bu arada şuralar marketlərdə də yəni gedib qiymətləri çəkə bilərəm istəyirsinizsə. Əgər yəni belə videolar xoşunuza gəlirsə mütləq şəkildə yəni kommentlərdə yazın. Gedin nə bilim Greçkanın, vermeşelin, kartuşkanın, soğanın hamısının qiymətlərini çəkim sizə göstərim. Əgər xoşunuza gəlsə. Yəni nə bilim burada fərqli içkiləri var, enerji içkiləri var. Və burada bir mədəniyyət elən bir şey var, hansı ki Azərbaycanda biz bunu eləmirik. Kırmızı ışıqda məsəl üçün baxın, heç kim yolu atlayıb keçmir. Görürsünüz, bax heç kim yolu atlayıb keçmir. Hamı gözləyir yaşıl ışığı. Burada da yaşıl ışıqdır. Gördüyünüz kimi hamı keçir rahat şəkildə. Amma burada qırmızı ışıq olsa belə balaca yolda hamı keçə bilər də rahatlıqla, amma keçmir. Hər kəs gözləyir yaşıl ışığı. Görürsünüz, bax heç kim atlayıb keçmir yolun o tərəfinə.
bizimkiler kimi. Məqsədim yəni heç kimi burada pisləmək deyil. Yəni bunu necə başa düşürsünüz düşün. Sadəcə olmuş şeyləri deyirəm. Yəni Azərbaycandakı bəzi şeylərlə buradakı bəzi şeyləri müqayisə edirəm ki, burada necədir, orada necədir. Qarın qalınlığına baxın. Bax bizimdəndir, bax. Görürsüz? Bizimdəndir bildiyin. Görün ha, boyda qar yağır. Adam istəyir ki, buradan promoyu atlasın düz bura. Nətər fikirdir? Nə boş-boş danışırsan ediləni? Nəysə dostlar, özünüzlə müqayət olun. Növbəti videolarda görüşmək üzrə. Hansı videoların gəlməsini istəyirsinizsə, yəni nəyin müqayisə edilməyimi istəyirsinizsə, mütləq şəkildə yəni kommentlərdə yazarsınız. Sağ olun. Bay bay.